Görün biberlər nə qəşəng topuş-topuşdu. Bilsən necədir? Mən sənə deyim də. Nə qəşəngdir. İndi mamaya bir dənə salfetka gətir. Söhbət o üstürdən gedir. Boğazıma getdi. Ayran içdim. Orada mənim cəhizli 12 şamdanlı lüstrum vardı. Mama mənim üçün cehiz almışdı. Deyirdi ki, mən xoşum gəlir o vaxtı ondan. Həmin o şamdanlı üstürlərdə də. Mənə verməmişlər, mən sənə verirəm onu. Mən də şimdi qanıram, şamdanlı üstürlərində nədir. Neyse asmışdıq ora. Onunla belə saladan belə billurlar olur daxı. Xaç şanada olandan sonra mamam dedi ki, o lüstrün altında uşağı oynadım, yəni uşağın başına düşər. Ağır idi onun topları. Açırdım, yuyurdum, təmizləyirdim. Təzəyin asırdım ora. Siz bilmirsiniz, mən vaxtında yaxşı arvad olmuşam. Ondan sonra da başladı biberon şamdanları yanmağa. İçərisinin tokları qırılırdı, nə olurdu, illər keçdikcə. Sonra işləmədi vəbşə, bir dənəsi işləyə yox. Açdıq onu. Mama dedi ki, verməyin, atmayın, verin mənə. Dəbim durur. Büstürdür almaq istəmirəm. Prosto almaq istəmirəm.